Sadəcə üstünə yapışdırıb insanlara verə Bir bilərlər. dəqiqə, için yeniləmirlər, üstünə bir dənə sadəcə yenisini yapışdırırlar ki, bu yenidir. Dəyərli izləyicilər, salamlayırıq hər birinizi və yanğın hadisələrinin nə qədər təhlükəli olması ilə bağlı düşünürəm uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq biz yanğın hadisələrindən özümüzü, mülkümüzü necə qoruya bilərik? Bir çox sexlərdə və yaxud da getdiyimiz məkanlarda yanğın söndürmə balonları görürük. Bilmirəm, indi neçə nəfər şəxs balonu əlinə alıb, bir onun tərkibinə baxıb, onunla bir maraqlanıb və ümumiyyətlə balonlarla bir məlumatınız varmı, istifadə qaydası olsun, ola bilər ki, siz tərkibi ilə bağlı məlumatlar toplamaq istəyirsiniz ki, bugün biz özəlliklə nanofire yanğın söndürmə balonlarından danışacağıq və nanofire yanğın söndürmə balonlarıyla bağlı elə Nanofire Technologies MMC-nin direktoru Qəzənfər bəy burdadır. Qəzənfər bəy, salamlayırıq sizi. Mən də tamaşaçıları salamlayıram, xoş gördük. Deməli, bizim bu günləri əsas danışacağımız mövzu gəlin olsun Nanofire Technologies-in bor məhsulundan. Bor məhsulu dünyada yeganə bir məhsuldur ki, yeni istehsalata başlayıb və dünyada bunun alternativi üstün təbəqə bir yanğın söndürmə sistemi yoxdur. Bor ümumiyyətlə 100% təbii məhsul olduğuna görə istehsalatda, ofislərdə, maşınlarda təbiətə çox müsbət təsiri var, heç bir ziyanı yoxdur. Tərkibi ilə bağlı bu indi bor tərkibidir, düzdürmü? Amma bizim bildiyimiz o ənənəvi yanğın söndürmə balonlarının tərkibi quru tozdur da orada. Orada 3 maddə olur adətən, köpük olur, quru kimyəvi toz olur və qaz olur. CO2 deyirik biz ona. Həmin o 3 maddə, o 3 balon növü var. Bu artıq deyək ki, 4-cüdür. Bəli. Və oxşatsaq köpük olan balonlar xatırladır onu. Bəli. Amma bunun keyfiyyəti və bunun özünə xas olan söndürmə qabiliyyəti və keyfiyyəti onların hamısından ən azı 6-7 dəfə yüksəkdir. Ən azı. Təhlükəli olmaqla bağlı, insan səhhətinə təhlükəli olması ilə bağlı sıralasaq, yaxşı bu bor tərkibli deyir ki, nə təbiətə, nə də insan səhhətinə zərərli deyil. Amma digərləri belə sıralasaq, ən təhlükəlisi hansıdır məsələn? Belə bir statistika məlumat var sizdə? Ən təhlükəlisi quru kimyəvi tozdur. Bugünkü gündə dünya, Avropa, belə deyim, Amerika, Avropa, Türkiyə artıq başlayıblar. Onlar quru kimyəvi tozu istehsalatdan çıxartmağa, istifadədən çıxardılar. Səbəb çox acınacaqlıdır. Deməli, onların birinci növbədə utilizasiya məsələsi çox qəliz prosesdir. Bəli. İkincisi də onun tərkibində olan ağır metallardan, ağır kimyəvi maddələrdən olduğuna görə Dünya Səhiyyə Təşkilatı və dünyanın qabaqcıl ölkələrinin qara siyahısında olan, təhlükəli siyahısında olan maddələr var onun içərisində. Həmin maddələrdən törənən xəstəliklər var ki, insan sağlamlığına təsir edir. Eyni zamanda bunun istifadəsini biz deyək ki, yuyub çirkab suların axması üçün göndərəndə bu nəticə etibarı hara gedib düşürsə, həmin yerdə də canlını, floranı, faunanı məhv edir. Quru kimyəvi tozun tərkibi. Bəli. Məsələn, siz olduğunuz məkanda götürüb yanğın söndürmə balonuna baxa bilərsiniz. Gör onun tərkibi quru kimyəvi tozdumu yoxsa yox. Onda mən belə anlayıram ki, yanğın zamanı, o sıxıldığı zaman, əgər o balondan istifadə olunsa, heç onun ətrafında yanında durmaq lazım deyil. Çünki sən xəstəliklər tuta bilərsən. Minimum 50 metr məsafədə radiusa yaxın getməməkdir. Ən minimumu. Və burada risk qrupuna aid olan insanlar var. Canlılar deyək ki, 6 yaşa qədər uşaqlar, hamilə qadınlar, qocalar və asma, bronxit olan xəstələr ümumiyyətlə 50 metr məsafədə yaxın getməməlidir. Çünki həmin tozun içərisində olan maddələr insan sağlamlığının, belə deyim, birinci kanserogendir. Sıxıldığı ətrafdan ən azı 75% insan kanserogen xəstə tutulur. Bir xərçəng xəstəliyi. Bəli. İkincisi dəri xəstəliyi olur. Ağciyərlər, bronxitdir, gözün seyirlikli qişasını məhv edir, dağıdır və bu uzun müddət insanın bədənində qalır. Biz hesablamalar aparmışıq. Bu hesablamaların acı tərəfi nədir? Mən hətta bəzi yerlər var ki, orada izah elədim ki, əgər sizin əlinizdə, sizin maşınınızda toz, quru kimyəvi toz varsa,
maşınınız qoyun yansın, amma onu istifadə etməyin. Hətta bu dərəcədə yəni. Bu dərəcədə, çünki onun tozunun nəticəsində sən onu udursan və hiss eləmirsən. Bir neçə müddət keçəndən sonra asma xəstəliyinə çevrilirsən, xərçəng xəstəliyi tutursan, gözlərdə zəifləmələr baş verir, bronxitlərdə çox ağır fəsadlar və bunun müalicəsi uzun müddət çəkir. Ən azı bir 5-7 il ərzində bu qalıcı xəstəlik sənin bədənində qalır və o 5-7 il ərzində ona çəkdiyin xərci sənin maşının xərcindən qat-qat çoxdur. Həmin dəmir parçasıdır. Ona bir şey olsun, amma təbii ki, sağlamlığımıza zərər dəyməsin. Əgər əlinizdə bor müəddəli, yanğın söndürmə vasitəsi varsa, sevərəkdən onu saxlayın. Yox, heç onu istifadə etməyin. İndi bu aiddir həm ofislərə, həm istehsalat mərkəzlərinə, həm şəxsi mini avtomobilində istifadə edənlər. Ümumiyyətlə, bütün dünya artıq quru kimyəvi tozun necə fəsadları var, onu bilir. Yarım kilo quru kimyəvi tozu 1 ton suya atıblar və 1 ton suyun içərisində nə qədər canlı varsa, yəni canlı olan suya atıblar, hamısını məhv edib. Yəni nümunələrlə desək, hardasa 100 kvadratlıq bir məsafəyə 6 kiloluq balonun tozunu səpiblər. 3 il, 5 il ərzində onun faunasının o üz qatında torpaq, ot bitməyib. Yəni məsələ burasındadır ki, o quru kimyəvi toz həddindən artıq çox, belə deyim, hər tərəfli insana, təbiətə, canlıya çox ağır dərəcədə bizdə daha çox yayılan odur, quru kimyəvi toz tərkibli balonlar. O bütün dünyadaydı. Bugünkü günə qədər onun istehsalatdan çıxarılmamasının səbəbi alternativ məhsulun olmaması idi. İndi alternativ məhsul var dünyada. Amerikanın özü Türkiyədən artıq boru alır. Avropaya satılır. Avropada bu məhsul ölkəyə girişdə vergi ödənilmir. Məhsul ölkəyə girdi. Çünki Avropanın belə bir qayda qanunu var ki, əgər ölkəyə təbii məhsul gəlirsə, ondan vergi alınmır. Həmçinin artıq bizdə, xoşbəxtçilikdən artıq bizdə də var bu məhsul. Bunu geniş şəkildə bütün insanlara, biznes sahiblərinə çatdırmaq lazımdır bu məsələni ki, artıq bu məhsula keçidə başlasın. Yəni bu məqamda da diqqətli olun da, yanğın söndürmə balonu ilə bağlı. Çünki həm tez effektiv söndürmə baxımından da effektli bir balondur, onu da bildirək. Məsələn, səhhətə, insan səhhətinə zərərli olması, təbiətə zərərli olmasından danışırıq. Bu zərərsizdir bor tərkibli. Həm də söndürmə qabiliyyətinə görə. Yaxşı, ona toxunsa. Biz bunun ekoloji təmizliyindən danışdıq. Bunun xüsusi keyfiyyətlərindən də danışaq. Azərbaycanda yeganə bizim məhsuldur ki, bunun 2 ildir müddəti. Bir dəfə alırsınız 2 il müddətinə. Digərləri 1 ildir. Digərləri 1 ildən sonra içərisi dəyişməlidir. Yəni quru kimyəvi tozun söhbət ondan gedir. Quru kimyəvi tozun içərisi 1 ildən sonra dəyişir, amma bizdə 2 ildən sonra dəyişir. Belə deyim, bizim bir dənə bor olan məhsulumuz öz quru kimyəvi, deyək ki, 2 kiloluqdur bu. 2 kiloluq quru kimyəvi tozumuz normalda söndürmə qabiliyyətinə görə ənənəvi balonların, 2 kiloluq balonların 5-6-sının üstündədir. Bir dənəsi onun 5-6-sına bərabərdir. Sonra dedik ki, 100% təbiidir. Bir də 1200-1300 dərəcədə olan istiliyi, yanğını 2 saniyənin içərisində 30 dərəcəyə salır. Öz-özünə alışma temperaturu düşüb aşağı deyənə maddə alır yenidən. Ümumiyyətlə, hər kəs bilir, yəni bu sahədə olan şəxslər bilir ki, yanğın söndürmədə əsas məsələ istiliyi aşağı salmaqdır. İstilik olmayan yerdə yanğın təkrar alışa bilmir, yana bilmir. Bizim məhsulumuz 2 saniyə müddətində söndürür, həm də soyudur da. İstiliyi 30 dərəcəyə qədər soyudur və təkrar alışmanın qarşısını alır. Həmin sönmüş və soymuş yerə yenidən benzin də atsaq,
Benzin bəlkə də özünün o keyfiyyəti itənə qədər yana bilər, amma sonra o sönəcək. Həm də bizim məhsulumuz belə deyim ki, maddiyyat baxımından da irəlidədir. Niyə? Çünki 2 illik verilir və ənənəvi bazarda olan qiymətlə demək olar ki, bərabərdir. Az fərq var. Bəli. Məsələn, ona bir dənəsinə pul veririk biz, 1 il istifadə edirik, amma buna bir dəfə pul veririk, 2 il istifadə edirik. İndi orada hesablamanı artıq aparıb görəcəksiniz ki, daha sərfəli. Növbəti dəfə bir də çox aşağı bir məbləğlə balon gətirilir bizə, içərisi dəyişdirilir və ondan sonra yenə 2 il. İstifadə edə bilirsiniz. Hər bir halda hesablamalar göstərir ki, iqtisadi cəhətdən də insanlara, şirkətlərə, zavodlara çox uyğundur. Həmçinin də dövlət müəssisələrinə ki, dövlət büdcəsinə qənaət etmiş oluruq bunu. Qəzənfər bəy, biz balonun üzərində hansı hissələrə toxuna bilərik ki, izləyicilərimiz də məlumatlı olsunlar elə. Mən də sizin sayənizdə öyrənmək istəyirəm. Burada məsələn, bor tərkibli olmasına bağlı məlumat var, düzdürmü? Burada məsələn üzərinə baxsaq. Burada ümumiyyətlə bütün məlumatlar qeyd olunur. Bəli. Bu məhsulun Borex beynəlxalq adıdır. Bəli. Bor var burada. Borex beynəlxalq adıdır. Bor məhsulu varsa, deməli artıq bu. Bir də burada hamısı qeyd olunur. Nələr? Bor jeldir. Son maddənin özü bor jeldir. Bu ingiliscə və Azərbaycan dilində də yazılır və bunun içərisində olan təzyiqdən söhbət gedir. Sonra burada bunun istifadəsinə dair təlimat var. Bu təlimatda göstərilir ki, misal üçün balonu əlinizə götürdüyünüz hansısa bir yanğın yeri varsa, əgər külək varsa, kürəyin küləyə tərəf olur ki, külək biraz blokada eləsin və sonra bu qoruyucunu açırıq. Qoruyucunu açandan sonra burada hamısı ikinci qoruyucunu açılır, üçüncü burada tətiyə sıxılır. İndi mən tətiyə sıxsam işləyəcək? Bəli, işləyəcək. Bağlayaq. Bağlayaq sənət olmasa. Onsuz sənətə zərəri yoxdur, amma yenə də burada problem deyil. Tətiyə basılır və tətiyə basılmamışdan qabaq yanğının mərkəzinə doğru, yəni özəyinə doğru sıxılır. Əgər yanğında bu sıçramalar nəsə maddə varsa, 3-4 metr arxaya çəkilib ora vurmaq olar. Mənə diqqətimi cəlb edən bu hissədir. Bu hissədə onda bu yəni zəmanət talonudur. Necə zəmanət talonu kimi bir şeydir yoxsa? Bu bir növ istifadə müddətidir. Burada yazılıb 2026-ya qədər. Burada da qeyd olunub ki, 2 il müddətinə. Biz deməli 2026-da istehsal olunub və 2 il müddətinə 2028-ə qədərdir. Və bu ayları göstərir. 1, 2, 3, 12-yə qədər. Hansı ayda verildiyini bu burada göstərir. Birinci ayında. Bəli, bu birinci ayın istehsalıdır və 2028-ci ilin birinci ayına qədər də qüvvədədir. Bəs bu digər hissələr boşdur, niyə? Digərlər kontrol ola bilər. Burada təzyiq düşərsə və digər balonda hansısa bir nasazlıq olarsa bizə məlumat verilir. Biz gəlib kontrol olunandan sonra ikincini yapışdırırıq. Əgər yoxdursa, bu növbəti 2 ildən sonra sexə gəlir, məhsul ikincini vurur. Yenə də qeyd olunur orada. Bir də ölkədə heç bir yerdə belə bir məhsul yoxdur. Bunun özü bizdə NFC-dir. Yoxlayaq onu. Biz bir dəqiqə yaxınlaşdıranda görsənir. Məhsul haqqında bütün məlumatlar Nanofire Technologies MMC tərəfindən istehsal olunub. Məhsul orijinaldır. Bor əsaslı jeldir. 2026-2028-ə qədər və Azərbaycan məhsuludur. Yəni belə də siz məlumatlara baxa bilirsiniz. Bəli. Yaxşı, bəs onda burada bir məqam digər balonların üzərində necədir? Digər balonun üzərinə məsələn yəqin ki siz də mənim kimi götürüb baxmamısınız. Amma onun üzərinə baxmaq lazımdır. Digər balonlarda necədir? Digər balonlarda da böyük ehtimal ki, belə bölmələri var orada da. Var, onda bu standartdır, hər yerdə var, amma NFC heç birində yoxdur. İkinci, hərə öz ofisində baxsa, öz maşınında baxsa, görsə ki, orada nələr var. Düşünürəm ki, şəffaf olaraq hamısı biləcək ki, söhbət nədən gedir. Deməli, siz orada nəsə bir məqam bilirsiniz. Belə görürəm ki, çəkilişdə demək istəmir Qəzənfər bəy. Amma deyək də vurğulayaq, nə var ümumiyyətlə özəlik, ona diqqət eləməliyik. Tarixi ilə bağlımı? Tarixlə bağlı orada bir məsələ var. Nə var məsələ? Deyək ki, köhnə tarix də mövcuddur orada. Deyək ki, bu keçən ildən qala bilər. Bəli. Bunun yenisini
sadəcə üstünə yapışdırıb insanlara verə Bir bilərlər. dəqiqə, üçün yeniləmirlər, üstünə bir dənə sadəcə yenisini yapışdırırlar ki, bu yenidir. Bəli. Onda bir dəqiqə, biz onu dırnağımızla təmizləsək, təmizləyə bilərsiniz. altında köhnəsini görəcəyik onu. Çox vaxt görmək olur. Hə, buna da baxa bilərsiniz ki, onda elə yoxlaya bilərsiniz. Yəni, bizdə istehsalat mərkəzində əsas bunların hamısına diqqət yetirilir. Hı -hı. Bizim məhsulun ikinci nüsxəsini çıxartmaq qeyri-mümkündür. Hı -hı. Ya bu bizim istehsalatdan çıxmalı gəlməlidir, ya da ki, bunun içərisində əgər dəyişəcəksə, mütləq qaydada istehsalata gəlib, içərisi dəyişib yenidən çıxmalıdır. Yəni, hər bir halda bu qaz boşalır, Hı -hı. bunun içərisi boşalır, baxılır, yenidən doldurulub standartlara uyğun verilir. Yanğınsöndürmə balonlarla bağlı sürücülərin yaşadığı məsələlər, məsələn gedib bir çox məntəqələrdə əslində balon tapa bilirik. Amma sertifikatlı məhsuldurmu, yoxsa yox, bax orada sual işarəsi yarada bilər. Yəni mənə sertifikat təqdim olunacaq mı balonla bağlı? Bizim qanunvericilikdə nəzərdə tutmuş bütün sertifikatların hamısı var. Hı -hı. Lisenziyamız var, sertifikatlar var, istehsalatla bağlı sertifikatlarımız var, mövcuddur. Yəni sənədləşmə prosesi ilə bağlı heç bir əskiliyimiz yoxdur. Hı -hı. Bütün dövlət qurumlarının laboratoriyasından da nəticələri də var, protokollar da var. Narahatçılıq yoxdur. Yəni istənilən şəxsə biz həm lisenziyamızı, həm də məhsulun keyfiyyəti barədə sənədlər verməyə təqə hazırıq. Nanofar yanğınsöndürmə balonları avtotəmir yağı dəyişmə mərkəzlərində satışı reallaşdırılır. Status Avto mağazalar şəbəkəsində siz tapa bilərsiniz ki, satış məntəqələri çoxdur. Onu mən bildirim sizə. Həm yağlar mərkəzi olaraq, həm də Status Avto mağazalarının 3 filialı var ki, hər filialda da satışı gerçəkləşdirilir. Nömrələr də təbii ki, orada qeyd olunacaq. Yəni ümumiyyətlə araşdırmaq və yanğınsöndürmə balonlarına bağlı məlumatlı olmaq hər birimizə lazımdır. Biz görürük, yenə də deyirəm, bir küncdə görürük ki, orada bir küncdə yanğınsöndürmə balonu var. Bəlkə indi bu videonu izləyirsiniz və siz də bir kənara göz yazdıranda o məhsulu görə biləcəksiniz. Amma bir götürün, baxın, məhsulla tanış olun. Bor tərkibli olması daha önəmlidir, çünki artıq sistem yenilənir. Yanğınsöndürmə balonlarında bor tərkibli yanğınsöndürmə balonlarına keçilir. Köhnə sistemdən çıxmaq lazımdır ki, ən önəmli məsələ insan səhhətinə olan zərər ilə bağlıdır ki, bunu da Qəzənfər bəy bildirdi, bizi məlumatlandırdı. Bir dənə də haşiyə çıxmaq istəyirəm. Bəli. Siz təsəvvür edin, sizin əlinizdə bir bor məhsulu var. Hı -hı. Mənim əlimdə quru kimyəvi toz. Bəli. Siz özünüzə o qədər arxayınsınız da, yəni belə deyək də bir okeandasınız. Hı -hı. Sizin əlinizdə o borla müqayisədə siz dayazdasınız və üzə bilirsiniz. Bəli. Mənim əgər əlimdə quru kimyəvi toz varsa, mən üzə bilmirəm və dərinlikdəyəm. Hə. Mən daha çox riskdəyəm, siz daha təhlükəsiz yerdəsiniz. Bəli. Ona görə o quru kimyəvi toz olanlara demək istəyirəm ki, dərində çox üzməyin. Hə, gözəl. Sadəcə hər bir sürücü, hər bir vətəndaş nəinki bu maşında olmalıdır. Hı -hı. Evdə də olmalıdır, ofisdə də olmalıdır, istehsalat mərkəzlərində də olmalıdır və s. Düzdür, və ola bilər ki, biraz zarafatla nəsə bir ifadə işlətdik, yanğın zarafatı sevmir. Və ən acılı bir vəziyyət odur ki, yanğın zamanı siz necə hazırsınız, nəyə hazırsınız, nə edəcəksiniz sualını özünüzə həmişə verin. Yəni bugünkü gündə bizim belə deyim, inkişafımız bizi ən böyük risklərə salır. Baxın, hamımızın əlində telefonumuz da var, kompüterimiz var, evdə bir çoxu məişət avadanlıqları elektriklədir, hər bir şey. Yəni bəzi maşınlara da qustar üsulunda nəsə elektriklə bağlı bloklar yığılır, bloklar qoyulur. Yəni yanğın qısa qapanmalardan baş verirsə, riskimiz böyükdür və o riskin qarşısında bizim əlimizdə nə var, sizin əlinizdə nə var? Onu bir düşünün və ona görə bu 2 illikdir. Məsəl üçün 30 manat, 40 manat verib bunu bu sizə böyük bir ziyan eləməz. Bunun əlinizdə olmaması 50 min, 100 min kimi bir ziyanları aparıb çıxarda bilər. Və ən pis hal isə inşallah keçəsin başına gəlməsin, itki baş verə bilər ki, təbii ki, ona görə də zamanında müdaxilə etmək lazımdır və nanofar yanğınsöndürmə balonlarını da hər birinizə məsləhət görürük. Qəzənfər bəy, sağ olun. Mən də təşəkkür bildirirəm, çox sağ olun. Yaxşı ki, siz bu işləri görürsünüz, insanları maarifləndirmək bizim əsas prioritet məsələlərimizdən biridir. Bəli. Sizin vasitənizlə də biz insanlara daha rahat
çıxırıq. Çünki son zamanlar həddindən artıq maşın yanğınları, evlər, müəssisələrin yanğınları və orada çarəsiz qalan insanları həqiqətən də biz efir vasitəsilə baxırıq, rahat da yata bilirik və yatanların hamısı da deyir ki, bu bizdə baş verməyəcək. O yanğın baş verən insanların hamısı da o cür düşünürdü ki, bizdə baş verməyəcək, amma ən ağır. Növbəti dəfə istəyərdim ki, bu yanğın baş vermiş insanların özündən bir statlar gətirək ki, yanğın baş vermək başqa, sonrakı mərhələlərdə nə acıları var, onlardan danışaq. Bəli, maraqlıdır. Dəyərli dostlar, görüşmə ümidi ilə deyirəm. Nanofar yanğın söndürmə balonlarını da hər birinizə bir daha da bildirirəm, məsləhət görürük. Bir araşdırma edin, bir maraqlanın. Görün necə məhsuldur ki, biz artıq məhsuldan tanışıq, bilirik necə məhsuldur. Hər birinizə də tövsiyə edirik. Sağ olun. Sağ olun.